ən titullu, ən seksi, ən 18+. Bir Çempionlar Liqasının da sonuna gəldik. Məğlub oldu çünki gündə onu göstərdilər. Məğlub oldular. 5-0 da yox. 5-0 da yox. Axırıncı zərbənin də 6-cı qolu da Sucan vurdu ki, Əlavə və 6-0. Bir gürcü gəlir komanda və komanda daha yaxşı oynamağa başlayır ümumiyyətlə. Toyda da axırda pomidor yumurta gəlir. Finala layiq komanda deyildi. Yəni Sən evdə tualetdə 100% Barcelona'nın şeyi və beyciki vardı şeydə. Interə bayt eləməlisin. ən super oynayan komandası. Doğrudan. 31 il sonra Interə ürək göstərə bilərsiniz. Bəli. Bam 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 bam. Çempionlar Lojasının böyük final buraxılışı. Yeni Bu mövsümlük də Lojanın final buraxılışıdır. Axşamınız xeyir, necəsiz yoldaşlar? Hamımız Salam əleyküm. Bəli. Sağ ol, qalsın. Biz hələ ki bu məqamda oyunun nəticəsini bilmirik çünki bu hissənin oyundan bir neçə dəqiqə əvvəl çəkilib. 20 dəqiqə əvvəl çəkilib, 9 dəqiqə əvvəl. 9 o 20. dəqiqə Ha buradan bura cəmaata buradan bura şey soğuk gəlir. İtələdim 2 dəqiqəyə soxdum cəmaata. Artıq biz hər şeyi bilirik. Yox, qoy Inter vaxtı çempion. göstərək, bax. O kamerayı mən. Hansına? Bu kamera. 22:52-dir. Milan Azarkeş olaq boyun göstərə bilər. 31 may, 31 may. Milan 31 may 22:52. Milan Bayaq sizə Azarkeş soxmaq olduğun istəyirdim. əynindən əynindəki Mən forma. də şəhəri. dolların man forması dəyimdə. Dollaruma bura. Dolların man Xahiş forması. edirəm. Bu buraxılış, 15-16 formasıdır bu. bu buraxılışı biz hal-hazırda Game City-də izləyirik. Onlara təşəkkür edirik bu şəraiti bizə yaratdıqlarına görə bu buraxılışdır. Sağ olsun Game City. Bizim Sağ ol, baş qalsın. sponsorumuz Game City-dir. Tamir çaylandırır. Samir qızdırması var deyə çayla. 38 qızdırma ilə veriliş çəkilir. Выходной bu gün. Samir tipik ləzgi olaraq ən Yoxsa kritik bir ləzgi momentlərdə kimi burada atlayalım. qızdırması qalxıb. Bir kəlmə ilə oyundan əvvəl bu hissələri çünki verəcəm. Kimin təxmini səhv tutsa GG eləyəcəm. GG hazırlayacağam buradan. Bir kəlmə. Çempion kimdir? Kamera edəcəm Thompson. Paris Saint-Germain. Çempion kimdir müəllim? Inter p***yir. Çempion Inter. Inter biraz. Bəli, bu 2 şey dəqiqə- qalmış. 2-2-yə bizdə battle. Bəli, 2 koalisiya Milan yaratmışıq Azarkeşi burada atsa. və No fucking way. oyundan Amma axırda əvvəl bunu verəndə mən Inter p***yir deyirəm. Strafovka ilə. Palibom yeyir ha hər vəziyyət. Bu Yapar hansı sığortanın reklamı ola bilər. İcbari oldu. Ona görə bu hissəni çox uzun tutmayaq və biz keçək elə buradan oyunun sonuna və oyun haqqında Yo, oyun ortasında bir çəkiş olmayacaq bizdə. Mədə cəmaatı qoy. bu hissəni verməyəcəm. Ağzı göndərərsən. Nəysə, başlayaq onda. Yaxşı. Pis qiyadınız. Mənimki çaydır inşallah. Əsl Inter azarkeşdir. İnşallah Ziya'ya fikir verməyin çox içib. Oyundan qabaq uca içib. Hala ged evə, belə ged evə. Orada ştraf var idi hala. Ой, блядь, geciktirdin Barella. Блядь, Barella, это маму ебал, блядь. İlk hissə bitdi. Samirlə mənim içimdə qalıb hələ ki. Onun üçün pas ötürürəm Ziya ilə Ələkbərə. Buyurun. Buyurun. Hələ qalacaq mənzə. Mən bir dənə sualım var sizə. Yo. Buyur, buyur. İndi hər şey bir qıraqada oyun hələ. Yo, sonra deyəcəm birazdan. İndi 45 dəqiqə bitib. Mənim sizə bir dənə sualım var. Simeone Inzaghi oyunu qurtarmaq üçün nə edə bilər? Heç Mən bu suala verəcək cavabım yoxdur. Onun üçün bisimə ötürürəm pası yenə Samirə. Buyur Samir. hansı həmlə gəlməlidir yəni? Hansı həmlə gəlməlidir? Həmlə nə olmalıdır? Burada oyuna baxdıqca görürük ki, yəni Dimarco çatdırmır. Plus Dimarco niyəsə görə Duenin üstünə qoyub, ancaq Duenin işləyir. Dimarco qabağa getmir. Qabağa onun yerinə Bastoni gedir. Bəli. Və Bastoni də arxaya qaçanda ucu yorğun qaçır və hər iki qolda müdafiənin mərkəzində boşluqlar yarandı. O boşluqları yığışdırsa və oyun time başlayan kimi Inter bir dənə qol vursa, hardasa oyun sonunda 2-2 eləmək olar. Çünki mən inanmıram İmkan var ki, ona. çünki mən inanmıram ki PSG bu templə axıra kimi oynayar. Nəsə mənə bu
O şey yoxdur məndə, o vibe yoxdur məndə. Ki biz onsuz da bunu Liverpool və Aston Villa oyunlarında görmüşdük ki, PSG çox high templə başlayır, sonra bir yerdən sonra 15 dəqiqə təbii- istirahət edirlər də yəni. yox, təbii olaraq istər-istəməz temp düşür də, yorulurlar. Amma bir məsələ var ki, Təsir. Inter bu dəqiqə Poliyada 10 nəfərləndir. Çünki Barella anasının rəhminə qayıdıb, yoxdur Poliyada. Dimarcon da Samir dedi. Dimarcon da qaçaq 9 nəfər. 9 nəfərlə oynayır. Demək olar Inter üçün. Zommerdə qaplı yanına. Zommer istə. Bir də Ələkbər müəllim, siz nə düşünürsünüz? Elçin bayaq deyib ki, Aston Villa Liverpool'da. Bu sefer Inter nə Aston Villa'dır, nə də Liverpool'da. Yəni Inter bir dənə də gol vurmayacaq bu gün. Inter azarkeşlərə səslənmək istəyirəm. Mənə yazıblar ki, belə eləcək, belə eləcək. Siz yəni Sən o 45-də bu qədər əminsən də yəni. 100% əminəm, milyon faiz. Yəni demək istəyirəm ki, böyük bir iş görüb Inter gəlib finala. Yəni bəlkə də bir rahat 10 il sonra 10 illərdən sonra bəlkə bu finalları görməyəcəksiniz. 2 il gəlmiş. O da ki, yaxşı baxın. Bir də Çalxanoğlu. Hə, Filio Deputano. Filio Deputano ona. Mənim bir dənə təklifim var. Yəni Simon Inzaghi yerində olsam nə edərəm? Mən 45-də konsesan yığaram ki, uşaqları götür gəl dəyişək. Hə, yəni başqa bunun var. Bu oyunu ya ciddi. Tam ciddi deyirəm, bu oyunu çevirməyin bir dənə yolu var ki, 45-də oyunda Milan girsin, Leao, Pulisic, Jimenez girsə bəlkə nəsə eləyə bilərlər bu Parisə qarşı. Bəlkə 2 yox, 1 gol buraxaram. 30'lar yəni. Tipik Milan fanları və Milan fanları. tipik Inter haterləri. İndi görək də oyun sonuna hələ vaxt qalıb da. Mən- Samir də maskanı çıxardacaq. Ya açığı mən heç vaxt yəni hamı bilir. Yəni mən İtaliyada həmişə Milan tutmuşam. Yəni Milan üçün. Forza Milan. Yəni İtaliyanın ən güclü, tarixinin ən güclü klubu Milandır. O öz yerində. Bunu görsə əlimi sıxmaq istəyirəm. Bəli. Sadəcə mən Aha. demək istəyirəm ki, yəni proqnoz vermişəm deyə, yəni məcbur Interi tutmalıyam da axıra kimi. Kontrakt bağlamışam. O kontrakt bağlamışam Interlə. Ona görə də yəni Yaxşı, bu Manchester istəyirəm ki, Inter tutsun. Bu ədəbiyyat müəllimi burada nə? Ya bu tarixçi də bunlar. Mən bir də onu deyə bilərəm ki, Game City zaksuları çox bombadır. Vaxtınız olanı yəni Bomba kimi. bomba kimi. Pivə də bombalı yəni yeri Çünki gəl. Game City postayanı gəlin. Mən Tez. Stati mənim adımla gələn Samir Ramazan promo kodu ilə gələn 10%. Həri. Uje 1 aydır, 2 aydır. Və kommentlərdə yazan şəxslər ki, Samir lap eləyib, Samir ağzına gələn danışır. 50% endirim. Bəli. Bu sözdən gəlsə siz 50% endirim edəcəklər. Samirin özünü də qabağınıza çıxardacaqlar ki, ürək sözlərinizi deyəsiniz Samirə. Təbii ki, bu zarafat idi. Yox, həqiqətən. Çünki heç kəsin çatmaz o mənə deməli. 100 var. Yox, həqiqətən. Zarafat bir yana. Obyekt bomba obyekti, pivə də bomba. Çox əladır, kimidir. çox əladır. Oyun da bomba gedir. Düz 2 nəfərin Astrensi yoxdur, amma Time'ın axırında Inter dirçəldi biraz. Time'ın axırında Inter dirçəldi. Mən Inter də- hər şeyin axırında dirçələ bilir. İndi dirçəliş Maksimum bu- yavaş-yavaş da burada. An qardaş, Maksimum bir əvvəl bura iki kimi koymuşuq dirçəlir də. onlarda. Uşaqlar, kstati 4 dənə mikrofonumuz var, prosta axot yoxdur. Hə, tapmağa. Mırta Sonra belə kommentdə danışır. yazmıyoruz ki, nə olub bir də mikrofon tapa bilmədiniz. Oradadır mikrofon. Hamısı oradadır. Uşaqlar, son 45 dəqiqə. Bəli, son 45 dəqiqə, son 45 dəqiqə. Yəni siz fikir verdiniz, amma razılaşdıq ki, son 45 dəqiqədə Inter şansı yox. Bəli, Ələkbər abi son günlərdə şutka Şutka keyfiyyətini xeyli artırıb. Bomba Son şutkalar. 45 dəqiqə. İndir 3 Sonra dənə vuracaq. 15 gedəcək də. 45 dəqiqə ucu olmayacaq da bura. Think about it. Bəli. Belə. Və fasilədəki proqnozlarımızın belədir bizim və keçək görək ki, bu növbəti 45 dəqiqə necə olur. Baxaq dana qadan qalım. Bəli, ondan sonra biz yenə burada olacağıq. Öpürəm hər birinizi. Çağıra qaçsın. Qaqa, izlaşın ötələdilər. Ay, qoş. Desire Toure. Inter komandası. Nəyə çıxmısan finala? Gör kimi Barcelona var idi də. Beləliklə bir Çempionlar Liqasının da sonuna gəldik. Buradan təbrik edirəm bütün PSG azarkeşlərinə, əgər ölkəmizdə varsa, PSG azarkeşlərini təbrik edirəm. Luis Enrique'ni təbrik edirəm. Mən də ola təbrik edirəm. Eləyəcəksən. Bir dənə mən yüngül bu oyundan əvvəl Inter azarkeşlərindən savayı Interin azarkeşliyi edən Samir idi, mən idim, bir də Kylian Mbappé idi. Kylian Mbappé idi, içimizin də içində qaldı. Milan azarkeşləri olan Ziya və Ələkbəri də xüsusilə təbrik edirəm və icazə versəz 2 dəqiqə burada söz Samirə verim ki, Inter niyə məğlub oldu, nəyə görə məğlub oldu və Samir öz qəm-kədərini bizlə paylaşsın. Ondan Çox sonra sağ ol, keçək açıqlaması sizin təbrik hissənizə. Buyur Samir. Yox, mən burada məğlub oldu çünki gündə oyunu göstərdilər. Məğlub oldular.
Yəni bunun başqa cavabı yoxdur. Həmişə kimi. Sadəcə çox yorğun görünürdü Inter. Mənə çatmadı, niyə görə belə Triple. oldular? Okey. Axı, triple. Mənim buna bir cavabım var. Simeone 100% dönənlərim uşaqlara aparıb orada çox yoruldular. Onun üçün başqa bir açıqlaması yoxdur. Məncə yox, Simone özü çoxdan Simeone deyəsən. bəlkə aparıb. Da, Simeone- sezon qurtardı, yəni damatı Bu Simeone beşə Simeone deyir. Mən Andrea Henry deyən adamam da mən. Simone yəni nə bilim brat, Simone bilmirəm, indi PSG-yə qarşı yəni oyun alınmır, heç nə alınmır, heç nə yoxdur, amma sən yenə də topu, yəni Stoke City futbolu oynayırsan, topu atırsan qabağa. Bir nəsə fikirləş gözlədin ki, Stokçular qeyrət. Stoke City olmasa bunu alındırırdı da, bu Inter alındıra bilmədi. Topu Lautaro'nun ayağına top düşmədi, mənim heç yadımda deyil. Barella oyunu oynamadı, Barella oyuna sıçdı. Barella yəni burada maestro oynamalıdı, dirijor olmalı idi. Barella Niyazi olmadı, Barella Niyaz oldu. Yəni belə Niyazi olmalı bir oyunda nə bilim, mən Barella'dan sonra deyək ki, sonra deyək ki, Barella Pedri'dən daha güclüdür, nə bilim, nə, yəni səviyyə fərqi yox. Barella güclü futbolçu deyil. Barcelona oyunda da güclü futbolçudur, amma Barella hər də top klass deyil. Barella nə Pirlo'dur, Barella Tonali'dən də güclü futbolçu deyil mənə görə. Deyil, Tonali'dən deyil. Yəni misal üçün Pedri başqa səviyyədə, Barella ilə Pedri'yə biraz çatmalıdır da. Yəni nə bilim, Barcelona oyunda da Barella yaxşı oynamadı orada, sırf belə də Inter komanda şotuna nəsə və bir fart şotuna qalib gəldi. Bu oyunda da yəni mərkəzi Vitinha ilə Joao Neves Barellanı yedilər. Yəni iki Portuqal bir İtalyan yarım müdafiəçini yeyə bilməz. Yəni bu mümkün deyil. Məktəblər fərqlidir. Yəni İtaliya məktəbi yarım müdafiəçi yetişdirilir də tonlarla da. Yəni nə bilim, Pirlo olmadı. Pirlo olmalıydı bu oyunda, amma olmadı Pirlo, Barella. Nə bilim, mən gözləyirdim ki, yəni mən özüm də demişdim ki, yəni PSG daha master komandadır, daha istedadlı komandadır, amma 5-0 da yoxdur. İndi Ziya 4-0 deyil. Mən belə gözləmirdim. Sən 5-0 gözlə, amma 4-0 gözləyirdim. Bundan yəni bir verişin əvvələn belə eləyirsiniz, nə stavkalar atırdınız, onu bir dənə göstərsinlər. Mənim stavkam içmə. Yəni burada geri qayıtmağa ehtiyac yoxdur. Amma açığı mən Interdən yəni bu səviyyədə də oyun gözləmirdim. Hər iki komanda. Yox, seriyaya baxmırsınız. Hə, seriyaya Mən baxıram axı bura. Az baxırsınız. Pis baxırsan. Baxıram da burada. Bezuk düz baxır. Yəni 5-0 da yoxdur burada. Yəni 5-0 da yoxdur. 5-0 da yoxdur. Yəni mənim bildiyim qədərilə Yox 5-0 yox, amma 4-0 yaxşı, düz deyil. Yox 5-0 yox. Çempionlar Bəli, Liqası bildiyi qədərilə ən əzici final qalibi. bəli və axırıncı zərbənin də 6-cı qolu da Suca vurdu ki, əlavə və 6-0 Yəni bu sən konkret. İtaliya-İspaniya oyunu olar. Və sən Aslında bunu Messi ilə, Mbappe ilə, Neymarla Çempionlar Liqası qazanmamış PSG-dən alırsan bu məqlədə. Mbappe də yoxdur. Məncə ümumiyyətlə Mbappe və Neymar, Luis Enrique ümumiyyətlə komanda yığan məşqçidir. Ona ulduz okey, o MSN vardı, amma MSN də başqa cür oynayırdı. Yəni Messi ilə nəsə hiss eləyə bilir. Messi ilə nəsə danışdı, dedi ki, qardaşım biraz imkan ver, mən başqa futbol göstərim və orada onu göstərdilər və Messi biraz başqa cür oynayırdı. False nine oynayırdı şeylə, Luis Enrique. Burada da yəni Mbappe'yə bildiyin oyunu özlərində qurmaq istəyirdi. Mbappe özünü öz tərəfə çəkirdi oyunu. Ona görə Luis Enrique Mbappe lazım değildi. Luis Enrique Hviche Kvaratskhelia idi. İndi nə dərəcə bu absurd səslənə bilər. İndi bəlkə də bu 10 il bundan qabaq biz bunu heç vaxt bilə bilməzdik ki, bir gürcü gəlir komanda və komanda daha yaxşı oynamağa başlayır ümumiyyətlə. Yəni PSG yeni ildən qabaq yaxşı futbol göstərmirdi. Həmin o Arsenala 2-0 Arsenal şəpləmişdi, PSG gedirdi. Elə oyun göstərmədi. Hviche gələndən sonra PSG dirçəldi. Çünki Luis Enrique tamamlandı. Ay sağ ol. Barcola lazım deyil Luis Enrique. Luis Enrique freestyler lazım deyil. Luis Enrique həm freestylı olan, həm də bir necə deyim sənə, purpose olan, yəni cel, məqsədi olan futbolçu lazımdır. Çünki bir dənə freestyler var, Doué. Amma Doué-də qol vurma bacarığı Barcola'dan daha çoxdur. Və bu oyunda dubl elədi. Dembele var, hansı ki müdafiədə qaçırır. Plus Hviche özü də müdafiəyə can verir axı. Hviche müdafiəyə tamamilə qatılır və burada Mendes-ə bir boş sahə açır. Məsəl üçün Barcola bunu edə bilmir. Barcola qalır orada və Mendes məcbur olaraq hücuma qoşulmur.
Və gürcü futbolçu gəldi və Luis Enrique öz ustalığını göstərdi və usta olaraq, yəni dərs keçdirdi Simone Inzaghi. Ki sənin sözü və qüvvət oyunun 60-cı dəqiqələrində 3-0 PSG öndə olmasına baxmayaraq Xviça gəlib hələ də öz müdafiəsinə kömək edirdi. Yəni bu komanda işidir. Əlbəttə komanda işidir və sən keçən Qad Express-ində bu məsələləri daha çox Barselona üzərinə dartırdın, amma mənə elə gəlir ki, bu mövsüm sırf kompakt oyun baxımından PSG mövsümün ən güclü komandasıdır. Luis Enrique mövsümün baş Mövsümün məşqçisidir. yarısının ən güclü komandası. Yəni mövsümü güclü Yox, keçir. mövsümü treble-dan bitirdi. O heç də Fransanı mən saymadım da bura. Mayolu var, o kimdir? Orada yazmışlar 2 dənə qol vurdu bura. Bu toyda da axırda pomidor yumurta gəlir ha. Bu mayolu odur. Zakuska. Elə O bu da gəldi qoydu da burada. Maylu ilə də sözü ötürürəm Milan azarkeşlərinə. Buyurun ürək sözləri özü deyin. Interi söyün ürəyiniz istəyən qədər ki, onsuz o qədər söyünmüsünüz ki bu mövsüm. Söyüldü də onsuz da Inter. Hə, mən nə deyim? Qardaş, necə deyirlər? Sonda, yəni biz düz çıxdıq. Əziz azarkeşlər. Əziz. Yox, Seçicilərlə danışıram elə bilirsən. Yəni o Nasırdı, nədir adı? Nasır İki adamdır. İki adamdır. Klubu götürüb, qaldırıb yuxarılara. Fransanın ikinci klubudur bunu qazanan. Yəni çox böyük bir, Bəli. yəni çox Bundan nəticədir. sonra Özdə Marseldən biraz sporni variantdır. Yəni Marsel də o sezon Marseldə çox maxinasiya çox idi. Bəlkə də 1-2 ildən sonra PSG haqqında da belə şey çıxır. Amma bugünkü oyuna yəni bütün suallara Marselin məşqçisi kim idi? Yəni yaxşı bilirsən. Adın dəqiq nə? Raymond Gutals. Düzdür adın. Sən dinlə. Gutals. Hə, yəni Interə demək istəyirəm, heyfslənməyin, yaxşı olar. Heyfslənməyin. Yaxşı olar, amma inşallah Nə bağlı? 50 ildən sonra. Nə vaxt yaxşı olacağı da ən prime mövsümdə belə finalda 5 dənə içinə. Mənim elə bir ki proqnozum odur ki, bundan sonra yarpaq dökümü olacaq da, yəni bu komandada çox oyunçu gedəcək. Ay yapım oldu. İndi- Məşqçi də çox güman bu məğlubiyyətdən sonra, yəni bu Al-Hilalaza da adı hallanır, mən zora gedəcək və bilmirəm, Inter bilmirəm nə vaxt. İndi icazə ver mən bir dənə söz deyim. Amma bu Aslanidi, Darmiandı, Carlos Augusto, yəni bu finala layiq komanda deyil də. Yəni bu Barselona imkan vermədi öz qələsini oynasın. Biz normal futbol Barselona oynayırıq. götürmür. PSG bəlkə yenə uda. Çox güman ki, udardı. Mən PSG-ı həmişə favorit sayırdım. Barselona ilə heç olmasa normal futbol olardı. Yox, Barcelona zor oldu elə. Kanka da Barcelona Yox, heyətdir bu adam. Barcelona- Hadi gözlə Inter haqqında danışırıq. Gözlə. Barcelona mən deyirəm ki, Sən evdə tualetdə 100% Barselona şeyi və beyciki vardı şeydə. İşiyəndə elə Barselona üstə işləyirsən. O qədər xeydirsən sən. konkret Barcelona nə bilim ala. Bu Ən asan Carino elə bir ki, İspanlı Madridist də. Başa Prosef şeydə Kataloniya gedir də. Astara şeyə düşür də. Məsələn, bu Milan Vante'də Barselona bir tık yoxdur ki, hardasa rastlaşsınlar, nəsə buna qarşı nəsə olsun da. Söz deyim sən. Qulaq asın da. Barcelona eşləşmə düşəndə belə o şükürləməcənin ən zəif Barcelona düşmüş də. Dortmund, nə bilim, Xuyvoz, Lille, Mil. Ən zəif yeri Barcelona düşmüş. Barcelona bu yana düşsəydi. Barcelona yarı finalda biz onun haqqında danışmayacağıq da. Elə Muğayətlə sağ ol, getdi. Next year baxaq görə səndən nə olur. İndi prosta Barcelona bəxti gətirdi. Necə ki o vaxtda Milanla Interin bəxti gətirmişdi, Inter finala çıxmışdı. İndi elə bir şey oldu Barcelona. Prosta maksimum bu idi. Amma sən deyir ki, Barcelona İndi- finalda oynasaydı. Barcelona finalda Qabat final şeydə olacaq belə da. 6-0 ola bilərdi bəlkə də. Yox, heç olmasa yox, orada heç olmasa. No. Mən Ələkbərlə razıyam da. Final 3-4, 4-3 kimsə qalib Ya mən gələrdi. indi Barcelona hamısını təbrik etmək istəyirəm. Mən hansısa ki, bir təkrar hansısa ki. Bu kamera, bu kamera. O kamera. Mən bütün Barcelona təbrik edirəm. Qardaşlar, çox səmimi qəlbimlə təbrik edirəm ki, sizin 31 illik macəranızın üstünə xətt çəkdilər. 31 il əvvəl finalın ən zəif, ən pis hesabı sizə qarşı olmuşdu. Sağ olsun bu gün Inter onu həll elədi. Inter vallahi. Interə bayat eləməz. Bizdə maraqlısı odur ki, o 4-0 Milan eləmişdi. Burada da xilas edən də Inter idi. Yəni bilsəniz, olimpiyadada hər ölkənin bayrağını daşıyan onun ən uğurlu idmançısı. İcazə ver də bir saat danışsın. Sən məsələn 2 dənə Milan azarkeş. Inter bugün udmaq Burada belə yola getmirlər. Aki, Inter bugün udmaq istəyirdi, Maldini'yə də çata bilmədi. Inter başqa şey uda bilər. Hə, Başqa utdu uda da bilər. bugün, utdu. Hə, uddu da Inter. Hə. Hə. Nə deyirdim? Olimpiyada. Olimpiyadanın bayrağını daşıyan Daşıyan adamlar, ölkənin ən daşıyan adamları olur da belə.
Daşıyan sözü bugün tarixə keçdi. Ya indi Olimpiada komandanın bayrağını daşıyan adamı ölkə Bayraktarı. bayraqları ölkə ən daşıyan adamları olur da, idmançılar olur. İtaliyan bayrağını daşıyanda bax bütün bu çempionatlarda Milandır həmişə. Bunu Juventus azarkeşlər bilir, Inter azarkeşlər bu gün bildilər. Yəni bir dəfə də boyunlarını Allah ki, Biz top papı çıxar. hani znayet onun tam özləri öz içlərində danışa bilərlər. İndi müzakirə edib yenə də yola gələ bilərlər də. Məsələ orada Ən yaxşı peşədə nəsə bazarı. Ən yaxşı peşə Nəsim bazarıdır. Məsələ ondadır ki, Inter azarkeşləri çox ümidlərlə gəlmişlər 2 il əvvəl kimi. 2 il əvvəl də belə Milan, Napoli Zadordan gəlmişdi. Siz oynaşırsınız, siz yenə də yox idiniz. Bu ildə okey, Barcelona utdular, bomba kimi idi. Barcelona zəifdir bu illər. Barcelona o yana düşsəydi, yenə uzacaqdı, Arsenal uzaqdı. Əlçəkdə Barcelona. Parisdə uzaqdı. Yox, finala gəlməklərini deyirəm də, deyəm bu dəqiq. Finala gəlməkləri. Amma mən proqnozum var idi da, demişdim. Peşman eləyəcəklər onları. Mənimki 4-0 idi ki, yəni Barcelona'nın oyuna keçməsinlər. Sizin əsas məqsəd o idi ki, Mən Inter olsun və 4-0-dan artıq olmasın. Hər dansa Barcelona Çox girsin. yaxın idi. Hər dansa Çox Barcelona. yaxın idi. dedim ki, uduzsunlar, 4-0 oyuna keçməsin. Da Barcelona azarkeşlərini çox sevindirməsin. Dəcəlli elədi də o şey, Hə, mayolu indi o pomidor yumurta öz işini gördü axırda. O nə deyirlər ona? Semiska kabudda. Semiska kabı. Mayolu. Mayolu semiska Maygölü. kabudda, yəni. Muşkulatlıq üçün. Təbii, birindən yesin. Prosta ən maraqlısı ki, bütün qollar, demək olar ki, bütün qollar Blижний uğla girdi. Ha, Blижний, Dальний fərqi yoxdur axı. Danilər Blижdə burada. Görsümüz girişdə. Brat, yəni Dальний такие же Blижний. peşman elədilər. Yəni bu biabırsılıqdır bura. Alın yazısı var. Bir 30 ildə bunlar gözləyəcəklər ki, necə ki Barcelona 30 il gözlədi ki, ala bir ki kimsə bizi vəziyyətdən çıxarda bilər. Dortmund Borussia. İndi Interdə bir 30 il gözləyəcək ki, bəlkə də final şutu aldı. Dortmund Borussia Real finalı, Dortmund Borussia daha qeyrətli oynadı. 100% əlbəttə. Ya orada səviyyə fərqi çox böyükdür də, yəni. İtaliyanın Daha City Inter, o həmən Inter. Demək olar ki, Paşişu dəyişmədi də heyət. Yox, Paşişu dəyişmədi. Bir nəfər dəyişib. Thuram gəldi də. Hə, bir dənə Thuram gəlib. Absolut başqa. Ceko, Thuram Adı yox. Suda, ha. Lukaku Dəyişib, yox, hə? Lukaku. Adı Lukaku var idi. Lukaku, Ceko da Ha, Lukaku görə çempion olmadı. Lukaku görə çempion. Lukaku bir dənə şey görmüşdüm mənim. 2021-ci ildə Inter Sevilla oyununda Lukaku öz qapısına vurdu. Ay sağ ol. Elə bilmədi çempionu Inter. Çempionlar Liqası. Çempionlar Liqasında Di Marco vuranda Lukaku adbaç etdi. Ya bu ildə Napoli Inter gəldi çempion ola bilmədi. Son belə yaxşı oldu. Yəni səviyyə fərqi mən demişdim də, oyunda oyunçuların sürət fərqi çox önəmlidir. Bu İtaliya çempionatı səviyyəsini göstərir. İtaliya çempionatı səviyyəsi budur. Ha, orada başqa komanda, orada bəlkə Napoli belə uduzmaz. Yo belə uduzmam uduzardı 100%. Dəqiq uduzmaz. Mən çoxdan demişdim ki, PSG-də mən ümumiyyətlə finalda görürdüm. PSG bu mövsümün ən super oynayan komandasıdır. Doğrudan. Razıyam. Finalda da bunu göstərdi. Kim nə deyir desin. Yəni ilk mövsümün komandası 3 ayında demək olar məncə. 100%. İlk 3 ayında çox bərbad oynayırdı. Amma City ilə oyundan sonra o comeback elədilər ikinci time'da. Ondan sonra PSG 2-0. Yəni o peşatı qoydu. Yəni Liverpool utdu, Aston Villa utdu, Arsenal utdu. PSG finalda bu Inter darmada gəldi. PSG ilə dirəşən konkret haqq elədi də. Aston Villa ilə Liverpool oldu PSG ilə dirəşən. O yəni öz birinci oyunda uca böyük ölçüdə yaxşı oyun göstərdi. Uca tam şeylə oynamırdı. Aydın məsəl uduzdu, biraz özünü şeyə saldı. Amma yenə də deyirəm PSG göstərdiyi oyunla performansı təmiz çempiondur. Yəni heç kim heç nə deyə bilməz. Mən şəxsi fikrimcə PSG mövsümün komandasıdır və Dembele Ballon d'Or aparmalıdır. Yox, bu il Ballon d'Or Messi aparacaq, xahiş edirəm. Reglamentdən qırarıq. Yenə Barselonaya bir dənə Barcelona'ya qoş, Messi Inter Miami'də oynamır. O Inter. Şurada Inter'in oyuncusu aparmalıdır da Inter. Fərqi nədir? Miami, Milan. İkisi də Miami başlayır. Qısa suallar verim, Samirdən başlayaq. Sizcə Man of the Match kim idi bu oyun? Vitinha. Sizcə Messi. Man of the match Primovic Vitinha. Mən Kvara ilə Dembele'nin arasında qalmışam açığı. Desire Doué, come on. Yox, razıyam. 2-1. Dubl eləyib oyan bu yan. Amma Gözə biz bir həmrəyik də biz. Dembele hücum fazasında çox gözəl maestro. Fazla desən Inter çempionun olacaq, tab gətirib qoyacaq, dəymir. Yox bura, mərkəzi yəni Vitinha oldu. Yox, əlbəttə, ona əlbəttə. görə. Mərkəz var idi Interdə. Yəni Olmadı, Vitinha görə Barcelona, olmadı. evet. Vitinha görə olmadı. son 10 il ərzində Çempionlar Liqası finalında mənim ən aciz gördüyüm komanda Tottenham idi. Liverpool qarşısında uduzmuşdu. Tottenham son olsa ondan belə betər idi. normal dakansa oynayırdı. Heç olmaz. Əslində biz uduzmaq deyil, bir və uduzmaq Inter konkret aldı bu.
Bəli. Sözün Ya əsl bu mənası. uzun- Yəni daha gözəl söz. 70-ci dəqiqəyə kimi bir dənə udarı yox idi internetin Və qapıda. 60-cı dəqiqədə çərçivəyə ilk zərbəsini William Turanla 75-də. 75-də, mən deyirəm 70-ci dəqiqəyə kimi olmadı bura. 75-də Turanla çərçivəyə ilk zərbəsini bu final üçün biabırçı nəticədir. Nə bilim. Və bu Inzaghi'nin triple teması var idi. O adam tripleni tamamladı. 3 dənə ikinciliklə demək olar bu mövsümü bitirdiler. Bu konkret biabırçı. Səudi Ərəbistan gözləyir. Bəli, 50 dolara getmək lazımdır. Kim gələcək məs? Hə, Pioli. Uzaq kim gəldi? Pioli bir dəfə gəlmişdi Interə. Pioli indi Interə Gəldi. Ya Pioli indi Interə gəlmədi. Pioli Milanı çox Francesco sevir. Vidal'in boşladı. Yox, əslində Inter rəhbərliyi üçün bu Ya da proyekt İtalyan ola bilər. Ryan уже uzatdı balonu. uğursuzluqla nəticələndi. Mənə elə gəlir ki, Inter gələn mövsüm üçün artıq köklü dəyişikliklər Igor Tudor. Belə bir çıxmasın, yəni mən elə bilirlər ki, mən Inter nəzərə keçsə də, yəni Yox, Yox, mən yəni İtaliyada mənim üçün bir Yox, mən bunu dəfələrlə demişəm. İtaliyada ən sevdiyim klub, yəni qardaşım, dostum, hamı Milana balet eləyir və istər-istəməz ən sevdiyim klub Milan olub həmişə. Inter ümumiyyətlə balet eləmirəm və Interdə gələn mövsüm nə olursa olsun mənə pox idi əslində. Yəni istəyirəm ki, Nabort Milan dilsin. İndi bir dənə Simbolya sual. Allegri də qayıtdı. Sual. Bütün futbol zəngində bir dənə sual. İstəsən qarışıq. Götürən işim yox, istəsən qarışıq. Hə. Bir dənə sual. Interin bu dəqiqə financial fair play şeyi var da, yəni fakt tapı var. Nə qədər? Mənfi 70. Hə, yəni bu il bunlar nə liqa atdılar, nə kubok atdılar, nə çempion qazandılar. Bunlar bu il bunlar mənfidirlər. Komandadan gedəsi adamlar var. Gələn il bunların aqibəti nə olacaq? Brat nəyin? Kimlər gedəcək? Mənfidədirlər. Mənfidədirlər. Əsaslar götgündür Interdir, bro. Brat, keçən il onlar maaşdan oyunçuları saxlayırlar. Yəni ən çox maaş alanlar, ən çox maaş alanlar Vlahovicdən sonra hamısı Interdə oynayır. Bunlar indi yoxdur pul. Heç nə qazanmadılar. Hara gedəcəklər? Və yerinə Heç də qazanmırlar yoxdur, bro. İndi final çıxıblar, Heç qazanc nə var da, qazanmadılar. qazanc Çox pullar var. itirdilər. Yox, əlbəttə ki, itirdilər, əlbəttə. Yox, gələn gedirlər də çempionlar. Hamı yo. Səsən Barella üçün Newcastle-da təklif var. Niyə? Newcastle-da təklif var. Əl-Hilalda təklif var, Əl-Əhlidə təklif var. Old Castle-da yoxdur. Nə d***caq sporda təklif var, bunları bildik. Sağ ol. Bu adamlar bugün getməlidirlər hamısı. İnternet sastavı olmalıdır götgündə yer. Sağ olun. Gözəl notlarda. Next year bu adamlar bu ildə O Juventus qalsalar. göstərdi. Yox, yəni Inter onsuz da məlum məsələdir ki, heyəti dəyişməlidir, yenidən Zəifləyəcək qurmalıdır. gələn üçün. Yox, əlbəttə. Çünki sən dediyin kimi o büdcəsi yoxdur ki, sıfırdan ən azından bu tipli bir sastav qursun ki, Çempionlar Liqası finallarında oynasınlar, maaş verməlidirlər. Yəni bu heyət dağılacaq və bu final, bu heyətin son finalı idi və burada da uğursuzluqla nəticələndi. Ona görə Interin ağzına mən bütün proqnozlarımın içindən keçdilər və bu finala çıxdılar da, okey də, yəni nəsə final. Final Tottenham'da çıxmış da, çıxmış Tottenham'ı. Çıxmış da final Tottenham. bu notlarla da məncə Çempionlar Lojasının bu mövsümki son buraxılışını yekunlaşdıraq. 20-ci buraxılış idi Çempionlar Lojasının, 20 buraxılış bizlə bir yerdə olduğu üçün çox sağ olun. Gələn mövsüm Loja öz tempində davam edəcək, çünki Çempionlar Liqası öz tempində davam edəcək və onu deyə bilərəm ki, yay ərzində də Vuzela ilə qalın, çünki yay ərzində biz də davam edəcək. Çox seksi oyunlarımız var. Tətilə getmirik. Bəli, tətilə getmirik, biz sizi iləniyik. Öpürəm, bir daha PSG-ni təbrik edirəm, bir daha Luis Enrique-ni təbrik edirəm, bir daha Milan azarkeşlərini təbrik edirəm. Və Barcelona keçən Və təbrik edirəm. Barcelona Vazozcu ekskluziv təbrik edirsən. 31 il sonra qabaqdadılar. Bəli. İstəyirsənsə Barcelona azarkeşlərini ekskluziv olaraq sən təbrik elə bitir. Vazozcuların hamısı təbrik edirəm ekskluziv olaraq. Lüksemburq olaraq. Ekskluziv Lüksemburq olaraq. Ya, fakt et təzə. Bütün Barcelona azarkeşini təbrik edirəm. 31 il sonra Interə ürək göstərə bilərsiniz. Bəli. Sonra da deyirsiniz ki, bu adam Barcelona haterdir. Qədrini bilin, bağrınıza basın ziyanı. Və bizə abunə olun. Bəli, bizə abunə olun, videolar paylaşın. Dostlarınızdan bir yerdə şərh yazın videolara, çox da söyləməsəz də olar və gəlin həftə yeni buraxılışlarla görüşərik. Sağ olun. Sağ olun. Ciao.